Salam xanımlar, yeni vloguma xoş gəlmisiniz. Bu günləri günorta yeməyimiz kartofla ətdir. Uşaqlar quru yeməyi çox sevir, ona görə mən də tez-tez hazırlayıram. Ətlə kartof həm də asan yeməkdir. İlk öncə toyuğumu doğramışdım. Ondan sonra kartofu da doğradım. Mayonez, tomat, duz, istiot, biber. Məndə istiot yoxum idi deyə pul biber yayda hazırlamışdım. Ondan qatdım. Bir də duz qatdım. 1 saat marinə elədim, gözlətdim. Ondan sonra sobada bişirdim. Çox dadlı olur. Xanımlar, burada da borani varımız idi. Bizdə xoşlayırlar boranı yeməyi. Belə qaynatdım. Artıq marinə elədim. 1 saat gözlətdim ətlə kartofu. Sonra göndərdim sobaya bişməyə. Maşallah olsun. Elə gözəl açıb nərgiz gülləri. Xanımlar, burada da kartof üçün xətlər vururuq. Kartof əkərik inşallah. Dedim sizin üçün də paylaşım. Kartof necə əkilir. Xanımlar, ilk öncə cərgələr çəkildi. Ondan sonra peyin tökülür. Ən sonda kartof qoyulur. Qoyulandan sonra da torpaqla üstünü örtürlər. Kartoflar nə çox uzaq, nə də çox yaxın qoyulur. Belə bu formada qoyulmalıdır torpağa. Burada isə kükü bişirirəm.
küküyə gedir, yumurta, istənilən zövqə görə göyərti, kim necə istəyir. Duz istiyor. Məndə balığın kürüsü var idi. Beləncə əlavə elədim, hamısı birlikdə qarışdırdım. Sonra tökdüm tavaya. Hər iki yüzünü qızartdım. Çox dadlı olur. Plov zadla yeməyə yaxşı olur. Bugünlük qızlar bu qədər. Gələn vloglarda görüşmək ümidi ilə. Hələlik özünüzə yaxşı baxın. Allah amanında.